salonlarda kosmetoloji prosedurlar yol verilməzdi. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, gözəllik salonları tibb müəssisəsindəki sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yol verilməzdi. Gözəllik salonlarının təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaratmağı sağlamlıq üçün təhlükəli ola bilər. Belə salonlarda müxtəlif dəri təmizləmə və peeling, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda lazer epilyasiyası kimi kosmetoloji xidmətlərin həyata keçirilməyi doğru deyil. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin keçirdiyi yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyətlə məşğul olma faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbih olunaraq növbəti icraata göndərilir.